Ana Vətən Partiyasının sabiq sədri və keçmiş millət vəkili Fəzail Ağamalının səhhəti pisləşib. Manset.az-ın əldə etdiyi xəbərə görə, dünən gecə anidən Fəzail Ağamalının sağlamlığında problem yaranıb. Dərhal paytaxtda yerləşən özəl klinikalardan birindən təcili tibbi yardım çağırılıb. Ona ilkin tibbi yardım göstərilib və müalicə təyin olunub. Faktı Manset.az-a Fəzail Ağamalı təsdiq edib. O deyib ki, dünən qurultayda baş verənlər ona pis təsir edib. Ötən gün olanlardan mən hələ də özümə gələ bilmirəm. Gecə qəfil özümü pis hiss etməyə başladım. Dərhal ailə həkimimi çağırdıq. Mənə tibbi yardım göstərdi. Həkim dedi ki, bu stressdən və əsəb gərginliyindən olub. Bilirsiniz, mən ürəyimdən əməliyyat olunmuşam. Çox təəssüf ki, oğlum buna baxmayaraq hələ də peşman deyil. Əlavə edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının dünən keçirilən qurultayında qalmaqal yaşanıb. Fəzail Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Ancaq partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb.